Biləcəksiniz namazı. Şəhid valideynlərə minnətdaram, sakit qalınız. Burada bir şehir deyəcəm, səsləndirəcəm, ilk dəfə də deyirəm. İlk dəfə də deyirəm. Orada bir bənd mənə aiddir. Qalanları sizə. Gecələr yatanlar nə bilsin ki, bu şəhərdə bir nəfər yatmayan var. Gecələr rahat yatanlar nə bilsin ki, bu şəhərdə bir nəfər yatmayan var. Məqsədinə, arzusuna tez çatanlar nə bilsin ki, bu şəhərdə arzusuna, muradına çatmayan var. Nə bilsin? Şirin xəyallar indi mənə yaddır. Sənsiz könül mülküm necə də bərbaddır. Məni qəmlər əsir edib, həsrətlərə satdı. Könlü şad olanlar nə bilsin ki, bu şəhərdə hər gün ağlayan var. Yandı qəlbim ayrılığın ateşindən. Niyə ürək xəbərsizdir bu cür qəfil gedişindən? Neçə vaxtdır bir xəbər yox gəlişindən, dönüşündən. Visalına qovuşanlar nə bilsin ki, bu şəhərdə yol gözləyib darıxan var. Bir zaman mənim də oğlum vardı. O vaxtlar könlüm necə də şaddır. İndi qəhrəmanım neçə ildir məzardadır. Həsrətindən gözüm ağladı, qəlbim yandı. Ayrılığın nə olduğunu bilməyənlər nə bilsin ki, ayaqqabını köksünə sıxanlar var. 12 ilin 18 anı, 12 ilin 18 anı nə pis yandırıb yaxdı canı. Mənə dar elədi bu dünyanı. Bu dərdin nə əlacı var, nə dərmanı. Sağlam yaşayanlar nə bilsin ki, yaxınlıqda bir nəfər ağrıyan var. Leysan yağmış tək yağdı bəlalar üstümə. Hər gecə yaxılar, hər gecə yıxılar tavan, divarlar üstümə. Elə bir məzardayam, qoyulur daşlar üstümə. Qıyıb gülənlər nə bilsin ki, bu şəhərdə bir nəfər can verən, zariyan var. İndi qayalar üstə bitən ağac kimiyəm. İndi qayalar üstə bitən ağac kimiyəm. Bu vaxtacan nə qədər tufanlar, qasırğalar görmüşəm. Əsən küləklərdən nə qorxum var? Əsən küləklərdən nə qorxum var? Bir ömür şaxtalı, qarlı qış, çovğunlar görmüşəm. Bir ömür çox bəlalar çəkmişəm. Yarpağı düşməyənlər nə bilsin ki, vətən üçün doğranıb tonqalda yandırılan var. Yarpağı düşməyənlər nə bilsin ki, vətən üçün doğranıb tonqalda yandırılan var. Barmağı əzilməyənlər nə bilsin ki, vətən üçün gözü, əli, ayağı olmayan var. Əhməd müsibətin unudanlar nə bilsin ki, hələ də oğul qəmi ilə yaşayan var. Allah şəhidimizi rəhmət eləsin. Allah səbir versin. Qonaqlarımızdan istədim dəvət edeyim. Kimsə gəlmək istəyirsə buyursun gəlsin, bir kəlmə söz desin.